Salam əziz və böyük Türk millətim, salam olsun MKTV izləyicilərimiz, salam olsun Mustafa bəy sizə və bütün xalqımıza. Demək, son günlərdə gedən geosiyasi oyunlar və bütün baş verən bu hadisələrdə və bəzi suallar var ki, Qarabağ hadisələrində Rusiyanın nə məqsədlə geri çəkilməyi, Qarabağdan çıxmağı, Suriyadakı olaylar, araşdırdığım araşdırmalar və aldığım bilgilərlə böyük rəsmi göstərmək istəyirəm. Ukrayna savaşları, Cənubi Qafqazda təhlükənin nə qədər böyük olmağını, İsrail-İran savaşını və hər dəfə də öncəki verilişlərimdə, çıxışlarımda demişəm. Bu haqda bəzi açıqlamalar vermək istəyirəm, araşdırdığım bilgilərə görə. Demək, ilk öncə başlayıram 44 günlük Qarabağ Zəfər Savaşından. Pentagon 2019-cu ildə Storm Kaspi, Nad-Kaspi, yəni Xəzər dənizi üzərində fırtına projesini həll etmişdi. Bu proje nədən ibarət idi? Bu 3 bənddən ibarət idi. Qazaxstanda hərbi üs qurmaq, Azərbaycanda və Türkmənistanda hərbi üs qurmaq və Qafqaz üzərindən Türkistan bölgəsinə girmək, həm də İranı tərk-silah eləmək üçün, İrana saldırmaq üçün. Bu proje Xəzərdə fırtına adı var. Storm Nad-Kaspi. Bunun qarşısını almaq üçün, yəni bu projeni həyata keçirmək üçün Qarabağ məsələsini həll eləmək lazım idi. Erməni işğalından təmizləmək lazım idi. Və buna görə də Türkiyə vasitəsilə, şəxsən Sayın Cumhurbaşqanı Rəcəb Tayyip Erdoğan vasitəsilə, Amerikanların tapşırığı ilə Rəcəb Tayyip Erdoğan Soçiyə Putinlə görüşməyə getdi, savaşdan öncə. Və orada bu təkliflər olundu. Avropa Şurası, başda da Fransa olmaqla yeni sanksiyalar və qərar qəbul etmişdilər ki, Ermənistana ordu gətirsinlər və Qarabağa keçsinlər. Əgər bunlar Fransız orduları, Avropa orduları Qarabağa, o zamanki Qarabağa girsəydilər, işğal altında olanda, onları çıxartmaq Rusiya çox çətin başa gələcəkdi. Həm də Azərbaycan demək olardı ki, böyük savaşlarda gedəcəkdi və qan tökəcəkdi çox böyük. Həm də nələr baş verəcəkdi, onu Allah bilir. Və bunu da Putinə tatdırdılar ki, sən bunu istəyirsən, sən onu eləyə bilməzsən, ya çıxarda bilməzsən. Sən çəkil, Qarabağdan çəkil kənara, biz savaşımızı edirik, Azərbaycan ordusuna savaşını edir. Bunun da əvəzindən Zəngəzur yolundan Rusiyanın payı oldu. Və Zəngəzur yolu projesində də Rusiya olmağı imza atıldı. Yəni, tapşırıldı ki, Zəngəzur projesindən də Rusiyanın payı var. Və buna görə də Qarabağdan Ruslar ona görə çəkildi. Bunu hər kəs bilsin. Çox adamlar bilmir, bəzi şeylər danışırlar. Amma bu dəqiqdir. Bunun nəticəsində çəkildi. Və bu Amerikanların və İsrailin İrana saldırmasıdır. Bir dəfə yazarsa da 12 günlük savaş oldu. Və indi ikinci savaşa hazırlaşırlar. Artıq Amerikan gəmiləri demək olar ki, hədəfə çatırlar İsrail tərəfdən. Bunlar İrana saldırmayacaq. Bunlar İsraili qoruyacaqlar, hava qüvvəsini. İran tərəfdən atılan füzələri, raketləri vurub salmaq üçün, İsraili qorumaq üçün gəlirlər. Ola bilsin ki, Netanyahu və Netanyahu kabineti bu gəmilərin çatmağını gözləməsin, hər an İrana saldıra bilərlər. Buna İran da çox güclü hazırlaşıb. Həm Çindən, həm Rusiyadan aldığı hava savunma qüvvələrindən, raketlər, füzələr özünü istehsal etdiyi, İran özü 1200 növdə, 1200 isimdə raket, füzələr istehsal edir. Çox böyük savaş var qapıda. Və böyük təhlükələrdən biri də Cənubi Qafqazdadır və hədəfdə əsas da biz Azərbaycanıq. Bu günlər Rusiyanın aramızda olan gərginlik, Ağ Evdə Amerikan, Ermənistan, Azərbaycan üçlü tərəfi görüşü, Amerikan gəlib Zəngəzur yolunda oturması, 99 illik Kiləyə götürməsi, Ermənistan ərazisindən keçən 43 kilometri Kiləyə götürməsi bu Rusları heç də xoşuna gəlmədi. Bu oyunlar tərsinə getdi. Və son olaylarda da kimlərsə deyir ki, Suriyada da çəkildi, Ruslar zəifləyibdi, Ukraynada belə gedir. Xeyr, bunu düz bilmək lazımdır.
Suriyada Ruslar çıxmayıb. Laskiyada, yəni həminki hərbi üslərində, hərbi bazada dururlar və bu günləri terrorist Colaninin ordusunun hərbi təlimini, hava savunma qüvvələrini, füzələrdən istifadə etməyini Rus ordusu hazır edir. Bu günləri. Oradakı Rus ordusunun komandaları hazır edirlər. Colaninin ordusunu, hava savunma sisteminiz adı hamısını. Bunu biləsiniz. Rusiya Suriyadan da çıxmamışdır. Çünki Suriyada da danışıq olmuşdu. Ona görə çəkildi, Laskiyada oturdu. Bəşər Əsəd götürüldü hakimiyyətdən. Bunu istəyən Anglo-Saksonlar idi. Və bu günləri Trump kabinesi Ukraynaya Tomahawk raketləri deyir ki, veririk və Rusiya vuracaqlar. Bu boş-boş şeylərdir. Birincisi, Amerika inanmıram ki, bunu verə. Çünki laf versə də bunu Ukraynalılar atmayacaq. Əgər Tomahawk raketləri Rusiya ərazisinə, böyük şəhərlərə düşərsə, bu birbaşa Amerikanın Rusiyanın savaşa başlamağıdır. Bu nə deməkdir? Yəni Tomahawk raketlərini Ukraynalılar ata bilməz. Nə heç kim. Çünki onun GPS kodu və Sputnik koordinatları hamısı Pentagonun əlində olur. Amerikan əsgərlərinin, komandanların əlində olur. Onlar da onu heç kəsə vermirlər. Ancaq onu istifadə edə bilsələr, atsalar, deməli Amerikanlar atır. Bunu da Ruslar da yaxşı bilir. Əgər bu Tomahawk raketi Rusiya atılsa, deməli Amerika birbaşa Rusiyanı vurur. Onda Rusiyada heç kimsə şübhə eləməsin ki, taktiki nüvə silahlarla Ukraynaya da saldıracaq, Polşaya da saldıracaq, Almaniya da saldıracaqdır. Amerikanı da vura bilərlər. Bu çıxılmaz bir vəziyyətdir. Son dünənki görüşdə, Valday görüşündə Putinin çıxışlarına diqqət etsəz, o hər şeyi, mesajlarını çatdırdı. Mən buradan Rusiyanı böyüdür gözümüzdə təriflətmirəm. Ancaq diqqətlə qulaq asın. Mən öncə də demişdim. Qafqazda NATO bazası, Amerikan bazası olarsa da, icazə verilirsə də, istər Azərbaycan, istər Gürcüstan, istər Ermənistan, bu bizim dövlətlərin məhv olmasına gedə bilər. Biz kiçik dövlətlər iki böyük qarşılaşan güclərin, maraqlarının ortasında qalmışıq. Burada çox incə siyasət etmək lazımdır. Koskoca Türkiyəmizi Trump çağırdı, Ağ Evdə görüşdülər. Sayın Cumhurbaşkanı Erdoğan və bütün komandasını orada düzmüşdülər. Trump dalğa keçərək, tərif verərək çox aşağılayıcı bir vəziyyətdə və Rusiya ilə aranı vurmaq üçün Türkiyəmizə tələblər etdi ki, 2044-44-cü illərə kimi Rusiyadan qaz, enerji qaynaqları almayasın. Heç bir ticari işlər görməsin. Onlar öz jijinli qazı, sıxılmış qazını 3 qat bahasına Türkiyəmizə satması təklifini elədilər. Və qaz yaptırımları da sanksiyasını heç Amerikada götürmədi. Özü Trump o vaxt qoymuşdu, 2018-ci il səhv etmirəmsə, Rahib Bronsonun vaxtında. Və Amerikan Ankara Böyük Elçisi Tom Barak'ın başından böyük danışaraq orada biz Erdoğan'a məşğuliyyət verək deməkləri, yəni Amerikanın AKP iktidarına, Sayın Cumhurbaşkanı məşğuliyyət verməyi təklif etməkləri, bu 85 milyon Türkiyə Cumhuriyyətinin xalqına aşağılayıcı bir sözdür. Birincisi, bizim Türkiyə Cumhuriyyətimiz məşğuliyyətini 1923-cü ildə qanunla almış. Bayrağı da var, anayasası da var, İstiqlal marşı da var, pasaportu da var. Dünyada da hamı onu məşğuliyyətini tanıyır. Bunlar nəyə məşğuliyyətini kimə vermək istəyirlər? Hə, iktidarda qoltuqlarını saxlamaq istəyirlər, o tam başqa konudur. Bu bir. İkincisi, Azərbaycan Rusiya ilə arada olan bu gərginliklər, birdən-birə təyyarə hadisələri, bu bütün olaylar heç də yaxşı iş deyil. Ancaq mən öncə də demişdim, Rusiya bizim qonşuluğumuzdadır. Nə onlar gedəsidir, nə biz gedəsik. Biz buradayıq, Amerika okyanı otayındadır. Rusiya ilə bu gərginliyi arasını yumuşatmaq lazımdır. Öz müstəqil siyasətimizi qoruyaraq aranı sakitləşdirmək lazımdır. Bu günləri aldığım məlumata görə Mishustin, Rusiya Başbakanı Mishustin, milliyətçi erməni Azərbaycana gəlir, kənd təsərrüfatı, aqrar sahələri üzrə müəyyən imzalar atılacaq qarşılıqlı. Və
önceden yaxın günlərdə də Rusiya Dumasının spikeri Matviyenko gəlmişdi. Azərbaycan Milli Məclisin spikeriyle de görüş oldu, birinci xanımla da görüş oldu. Yani bu işler ola bilsin ki yoluna koyuldu. Çünkü başka yolu yoktu. Ancaq yaxın zamanda qarşıda Ermənistanda seçkiler var. Mənim deməyim nədir? Biz Azərbaycan olaraq Ermənistan Azərbaycan arasında sülhə imza atmağı tələsməliyik. Onları da tələsdirməliyik. Çünki seçkidə əgər Paşinyan uzarsa da, qalib gəlmərsə də, Rusiya öz adamını oraya qoysa, ya Qarabağ klanından kimsə və yaxud da ki, Rus başlı erməniləri bildi, Rus öz komandasına kimsə qoysa, bu sülh pozuldu. Bu oyunlar çox, bu xəmir çox oyun başa aparacaqdır. Yəni bölgədə hər an Ruslar da savaş qızışdıra bilər. Burada bir gücdə var, Anglo-Saksonlar. Anglo-Saksonlar İngiltərə MI6, Mi-6, yəni M6 şefi Ermənistana gəldi və Ermənistanla da hərbi strateji əməkdaşlığa imza atıldı. Oradan da gəldi Bakıya, Bakı ilə də İngiltərə hərbi strateji əməkdaşlığa ittifaqa imza atıldı. Baxın, burada bölgəyə çox güclü oyun başlayıb. Bu 2019-cu ildən başlamışdı bu. 2020-ci ildə Qarabağ Savaşı'ndan da start verildi. Knopkaya basıldı. Bu günləri Türkiyəmizin həm içindən, həm dışarıdan gedən oyunlar, həm İsrail savaşı, Qəzdə savaşları, biləsiniz, nə Hamas silahı təhvil verəsidir. Heç vaxt Hamas silahı təhvil verməyəcək. Hamas İsrailin qara qüvvələrinin Qəzdə, Fələstinə girməyinin qarşısını aldığı üçün, İsrail bacara bilmədiyi üçün. Ona görə Amerika dedilər ki, əsirləri dəyişdirək, savaşı ateşə ilə saxlayaq və Hamas bir şərtlə silahları yerə qoysun. Bu heç vaxt olmayacaqdır. Hamas heç vaxt silahları yerə qoymayacaq. İsrail onları bombalaya bilər, amma qara qüvvələri, yəni əskəri girə bilmirlər. Hamas onları məhv edir orada. İndi bu günlərdə artıq çox yaxın az zamanlar qalıb ki, İrana saldıracaqlar və Amerika, Trump kabinəsi həm Anglo-Saksonların, həm Putin kabinetinin, həm də evangelist Yahudilərin üçünün ortasında qalmışdı. Siz diqqətlə fikir versəz, Trump'ın komandasına Steve Witkoff, Orta Doğu müşaviri var. Onun diplomatiyadan bir gram xəbəri yoxdur. Dövlətçilikdə xəbəri. Hamısı biznesmen adamlardır. Mən biznesmenlərə söz deməm, ümumiyyətlə biznesmen ara, dövlət adamı ara. Onun kimi də Savunma Bakanı generalları yığıb çıxışlarına baxıram. Bunlar tam ümumiyyətlə demək olar ki, heç bir gücə sahib deyirlər. Və Trump kabineti birbaşa Netanyahu'nun əmrindədir. Yəni Amerikada Yahudi milyarder Adelman tərəfindən, Adelman da Baba Bush'dan qalmış bir Yahudidir və cumhuriyyətçiləri finanslaşdırardı. Amerikanın ən güclü Yahudi milyarderidir və World Zion Organization, Dünya Zion Organizasiyasının təşkilatının başında duranlardan biridir. Bu adam da orada məcbur edir ki, İsrailə dəstək eləyirsən və İranı da vurursunuz. Yəni bu yaxın günlərdə bölgədə çox böyük dəyişikliklər olacaqdır. Və hər dəqiqə buna hazır olmaq lazımdır. Biz bu günləri həm Türkiyəmiz, həm Azərbaycanımız, həm Türk dünyası çox incə bir siyasətdən keçirik. Burada hər dedikodulara, hər fitnəyə getmək olmaz. Bizim mediada da baxıram, bəzi medialarda, YouTube kanallarında Rusiyaya qarşı aqressiv çıxışlar eləməklə boş-boşuna. Real danışmaq lazımdır. Ukrayna-Rusiya savaşında mən demişdim. Amerika ilə Rusiya bunu elədi ki, Çinin ekonomikasının qabağını almaq üçün və Anglo-Saksonlara qarşı elədilər. Ona görə də Ukraynanı böləcəklər. Ukraynada bu günləri verilən hesabata görə hər ay 140 min əskər, Ukrayna əskəri ölür. 140 min hər ay. Ruslar da qırılır. 1 milyona yaxın Rus əskəri ölmüş bu 3 il ərzində. 1 milyon 700 min Ukrayna əskəri ölmüş. Ukraynalar 6 dəfə ordu qurdular.
Amerikanın, Avropalıların dəstəyi ilə 6-sı da məhv oldu. Bu 7-cini qururlar. Rusların Ukraynanı bu dəqiqə tam götürmə fikirləri yoxdur. Danışıq başqa cür olubdur. Aldıqları ərazini saxlayaraq orada dururlar. Gələn Ukrayna əsgərlərini vururlar, öldürürlər. Ruslardan da artıq qüvvə azalır. Ancaq Rusiyanın ağır sənayesi və istehsalı, hərbi istehsalı. Çünki kənardan almır. İndi Avropalılar öz pullarla Amerikadan silah alıb Ukraynaya nə qədər müddətə verəcəklər ki? Zelenskinin İtalyada villaları da hazırdır, təyyarəsi də hazırdır. Milyardlarla Şveysariya bankalarında pulları da var Zelenskinin. Zelenski ola bilsin ki, ya qaçsın, əgər qaça bilsə, ya öldürülsün. Qaçsa da belə Ukrayna milliyyətçiləri onu gələcəkdə sağ buraxmayacaqlar bu işlərinə görə. Zelenski özü Siyonist orqanizasiyası, Siyonist təşkilatının bir üzüdür. Və Rusların bugün işğal etdiyi bölgədə New Yeruşalim, deyərək Yeni Yeruşalim mərkəzli, yəni Yahudi dövləti qururlar. Bunu da Anglo-Saksonlar istəmirlər. Çünki evangelistlər, Siyonistlər xarici ölkələrdə yaşayan Yahudiləri gətirib Ukraynada doldursalar, Anglo-Saksonların əlindən Ukrayna çıxır. Və bunu da Anglo-Saksonlar istəmir. Ona görə də bu savaş uzanır. Və bütün bu savaşları, əziz izləyicilərim, ona görə demək istəyirəm ki, hər biri hamısı biznes, çıxarlar üçündür. Yol, qarayollar, dəniz yolları, təbii sərvətləri istifadə etmək, sömürmək üçündür yeni dünya düzənində. Bunların umurunda deyil kim öldü, kim qaldı. Bunlar böyük dövlətləri parçalayıb, əyalətlərə bölüb sömürmək istəyirlər. Kiçik dövlətləri də çoxsu bəziləri yox olacaqdır, xəritədən silinəcəkdir. O Fələstində də kolonial bir dövlət yaratmaq istəyirlər, kolonial şəkildə. Başında da əski İngiltərə Başbakanı Tony Blair qoyacaqlar, oranı idarə etmək üçün. Baxın, burada hansı oyunlar gedir. İngiltərə, Amerika, evangelistlər, siyonistlər, Anglo-Saksonlar. Suriyada da bu oyunlar gedir. Suriyada Colayni Birləşmiş Millətlər Təşkilatından çağırıb elə-belə çıxış elətdirmədilər və onlara da orada tapşırıqlarını verdilər. Birbaşa Amerika, yəni Yahudi təşkilatı, Siyonizm təşkilatı. Əziz millətim, hər deyilənlərə inanmayın. Bəzi o TikTok xəbərləri, bəzi YouTube'da çıxıb ağza gələn danışanlar var. Rusiya məhv oldu, Ukrayna belə getdi. Bunlar hamısı boş şeylərdir. Mənim aldığım bilgilər hamısı SİHA'nın əski şefləri, Amerikan ordusunun yarbay və albaylarının və İngiltərənin Mi-6 əski albay yarbaylarının, yəni kəşfiyyatının bilgilərindəndir bunlar hamısı. Və bəzi kitablar var ki, araşdırmacılar var. Onları araşdırdığı araşdırmacıların bəzi kitabları var. Oradan qidən alıram. Oradan bilgilərimi alıram. Və bizim gözəl araşdırmacılarımız var Türkiyədə, bizdə. Bunlar hamısını cəmləyəndə bütün böyük rəsmi görmək olur. Heç bir şey bu həyatda təsadüfən olmur. Təsadüf deyilən bir şey yoxdur. Mən ümumiyyətlə təsadüfə inanmıram. Nə baş verirsə də hamısı planlı şəkildədir və 10 il, 15 il, 20 il buna qalan planlardır. Ona görə biz həm Türk dövlətləri, hamımız hər şey hazır olmalıyıq. Bizim yeganə güvənimiz özümüz, öz ordumuz, öz xalqımız və Türk birliyidir. Türk birliyi eyni Şuşa bəyənilməsi kimi bir-birindən Qazaq, Özbək, Türkmən, Qırğız, Türkiyəmiz bir-birimizlə və bura Pakistanı da daxil etməliyik. Eyni Şuşa bəyənilməsi kimi hərbi strateji əməkdaşlığı, hərbi blok edilməliyik. Öz NATO-muzu qurur. Türkiyə başda olmaqla Türk dünyası öz NATO-muzu qurmalıyıq. Başqa kiməsə inanmaq olmaz. Amerikanlara ümumiyyətlə inanmaq olmaz. Nə Ruslara, nə İngilislərə.